Hepinize merhaba arkadaşlar. Öncelikle ben size onu diyeyim ki en sonki videomda Barış Sokak'ta oturup da arkadaşlar burada yayın açayım mı falan dediğimde yorum gelmedi o videoya. Kimse yorum yazmadı ki yani açsan çok güzel olur. Hem kofe içip hem kakao ya da americano içip şey hem söhbət ediyor hem dertleşey hem ora hakkında söhbət ediyor diyen olmadı. Yani bu mən biraz utanç verici neydi? Biraz halda keyfimi düşürdü. Keyifsiz oldum. Yani keyfim olmadı. O videoya baktığımda sadece like ve izlenme geldi. Yani izlenme cehenneme. Sizin like atıp abone olmanız, hadi abone de geçtim. Sadece izlemeniz bile benim için o kadar büyük bir hediyedir ki, o kadar büyük bir destekti ki. Yani like atmasanız bile izlemek veya yorum etmek, yani bu size göre belki balaca bir şeydi ki, balaca bir şey kimi gelir, amma ki mənim üçün o kadar çox dəyərlidir ki, elə bir ki ad günümü təbrik eləmiş kimi gəlir, elə bir ki mənim bütün ömrüm boyunca rahat qala biləcəyim, rahatlaşa biləcəyim, yəni gördüyümdə rahat ola biləcəyim şeydir bu. Yəni bu videoda da istədiyim nədir? Bu videoda yorumlarda zəhmət olmasa yazın, baxacam neçə nəfər yazıb yazmadığına. Barış Sokak'ta sabah onsuz gedəcəm mən, onsuz başımı dağıtmaq, çünki bu dəqiqə onsuz həm stresliyəm, həm psixolojim zaten pozulub, onsuz düz dünən keçən dəfə 2 dənə lattenin üstündəyəm, bugün bu 3-cü dəfədir ki, 3-cü dəfədə latte içirəm, gic olacam. Yəni bu dəqiqə yuxusuzam. Sabah bugün çox möhkəm yatacağım. Sabah eğer ki orada yayın açsam yuxulamayayım, yatmayayım. Eğer işsizsə orada yayın açaq, dərdləşmə yayını açaq. Həqiqətən bu dərdləşmə yayını olsun. Yəni chatdə yəni şey olsun, yəni dərdləşəcək. Yəni kimin nə qədər dərdi varsa danışarıq, orada həll eləyə biləcəyimiz bir problemdirsə danışıb söhbət edib adını həll eləyək. Mən də istəyirəm, mən də dərdimi danışacağam, siz də dərdinizi danışarsınız, belə dərd ortağı olacaq. Bu yayın mənim ən çox istədiyim yayındır. Neçə gündür, neçə aylardır ki bu yayını düzəltməyə çox istəyirəm. Sabah alındıra bilsəm alındıracam. Yəni əsas bu sizə də bağlıdır. Siz də istəyirsinizmi yayın açım yoxsa yox?